Hər vaxtınız xeyir olsun. Bugün sizinlə birlikdə həm görüntüsü, həm də ətri ilə yay əhval-ruhiyyəsi yaradan möhtəşəm bir ev kompotu hazırlayırıq. İlk olaraq qazanın içərisinə 1 litr yarım su əlavə edib ocağa yerləşdirirəm. Ardından üzərinə 1 stəkan şəkər tozunu əlavə edib şəkər tam əriyənədək qarışdırırıq. Ancaq bu tamamilə zövqə görədir. Şəkər tozunun miqdarını zövqə görə artırıb azalda bilərsiniz. Meyvə olaraq vişnə və şaftaldan istifadə edirəm. Qazana təmiz yuyulmuş şaftalını və vişnəni əlavə edirəm. Həmçinin xüsusi ətir verəcək qızıl gülü də bura əlavə edirəm. Bu şəkildə təxminən 5-7 dəqiqə qaynadıram. Sonra isə ocağın altını söndürüb bu formada 4 saat gözlədirəm. İçimizə sərinlik gətirəcək təbii və ətirli kompotumuz artıq hazırdır. Videonu bəyəndinizsə, bəyən düyməsinə basmağı, fikirlərinizi ləylərdə mənimlə bölüşməyi və yeni reseptləri qaçırmamaq üçün kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək. Nuş olsun!